Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz fiqurların oxşarlığıdır. Bu testin B variantı kanalda var. İndi isə A variantının həllini izah edəcəyim. Deməli, AOB bucağının tərəfləri iki paralel MN və YF düz xətləri ilə kəsilmişdir. Bax belə. Deməli, əgər bucağın tərəfləri paralel düz xətlərlə kəsilmişdirsə, onda burada olan parçaların nisbətləri bir-birinə bərabərdir. Bu qaydanı tətbiq eləməmişdən qabaq mən birinci bu ifadəni sadələşdirim. Yazıram ki, birincidə ON bölünsün OF bərabərdir 11-də 3 böl bu 10-da 6-nı da adi kəsirlə çevirirəm. 10-da 6 kimi yazıram. Bərabərdir. 11-də 3 vurulsun. 10-da 6 da tərsinə çevrilir. 6-da 10. Sonra burada 3 ilə 6-nı ixtisar edirəm. Burada qalır 2. 2 ilə də 10-u ixtisar edirəm. Qalır 5. Deməli, cavabda qaldı 5 bölünsün 2 və 5-i də 2-yə bölmə. 2 nə idi? Burada 11 qaldı. 5 bölünsün 11. 2 bundan ixtisar getdi. Onu da mən adi kəsiri bölməməli ilə əvəz edirəm. 5 bölünsün 11 kimi yazıram. Deməli, ON təzədən yazaq burada. Bölünsün OF bərabərdir 5 bölünsün 11-ə. İndi gəldim şəklin üstünə. ON 5'dir. Yəni 5K. OF də bütöv 11K'dır. Bu da oldu 11K. Onda burada qalır 6K. İkisi bir yerde 11 olsun diye. Sonra MY'ni verir 12. MY 12'dir. OM'i bilmirəm. OM'ni də götürürəm bir dənə A. İndi parçaların nisbətləri bir-birinə bərabərdir. Onda bu mütənasiblik xassəsindən yaza bilərəm ki, A'nın 12 olan nisbəti 5K'nın 6K'ya olan nisbətinə bərabərdir. Burada K'lar ixtisar gedir və olur 6A bərabərdir. 12'yi 5'e vuranda 60. A da bərabərdir 10. Deməli, A'nı tapdım 10 burada. İndi məndən OY'ni soruşur. OY'ni tapmaqdan ötürü də A'la 12'ni toplamalıyım. OY də bərabərdir A üstəgəl 12. A'nın da qiymətini 10 tapmışdım. Ondan da 12'ni toplayıram. Eləyir 22. Bu testin cavabı arxada cavablarda səhv verilir. İkinci tapşırığa baxıram. AB və CD parçaları O nöqtəsində kəsişir və burada bərabər bucaqları verir bizə və işarəliydi bucaqları. Deməli, bu bucaq B bucağıdır. Bərabərdir bu bucağa, bu da D bucağıdır. İkisi bir-birinə bərabərdir. Sonra buradakı bucaqlar oxşar olduqlarına görə bir-birinə bərabərdir. 2 dənə. Şu bucağın 2 bucağı bərabərdirsə, deməli bu üç bucaqlar oxşardır. İndi verilənlər yerinə yazaq. AD'ye verdi 20. Bax, bura oldu 20. Sonra AO'nu verib 15. A buranı verdi 15. SO'nu verib 9. SO da 9'du. Bizdən də SB'ni soruşur. SB'ni də götürürəm B ölçüsünü. İndi bu üç bucaqlar oxşardırsa, bərabər bucaqların qarşısında dayanan tərəflərin nisbəti bir-birinə bərabər olmalı. Bu dediyim xassəni tətbiq edərək buradakı məsələyə aid eləsəm, onda yazaram belə. Bax, B 2 dənə xət qoyduğum bucağın qarşısındadır. 20 də yenə 2 dənə xət qoyduğum bucağın qarşısındadır. Onda yazıram ki, B bölünsün 20 bərabərdir. Bu üç bucaqda bir dənə xətlə işarələdiyim bucağın qarşısındakı tərəf 9'dur. İkinci də bir dənə qarşısındakı 15'dir. Buradan B bölünsün 20 bərabərdir. Bunlar da 3'ü ixtisar eləyirəm. 3 bölünsün 5'e. Və tənasüb vursam, B'ni tapsam buradan. B bərabərdir. 20 vurulsun 3 bölünsün 5. 20 ilə 5 ixtisar gedir, qalır 4. 4'ü 3'e vuranda eləyir 12. Bizdən də elə SB tərəfini soruşur 12. Burada da cavab C'dir. Onu qeyd eləməmişdik bayaq. Üçüncü tapşırığa baxaq. Üçüncü tapşırıqda 2 dənə oxşar üçbucaq verir bizə.
Şəkili çəkəndə məsələ daha yaxşı aydın olur. A, B və C. Bir dənə də buna oxşarını çəkirəm bu tərəfdə. Bunu da adlandırıram K, M və N. İndi AB-ni verib bizə 18. KM-i verib bizə 12. KM burada 12. Sonra BS ilə də MN-in cəmini 15 verir. İndi burada mən nə BS-ni, nə də MN-i bilmirəm. Ona görə də MN-i yazıram. Məsəl üçün A ölçüsü A-dır. Onda bax burada MN A-dırsa, onda BS-ni tapmaqdan ötürü 15-dən A-nı çıxmalıyam. Deməli BS-yi də yazıram. 15 çıxılsın A. İndi tərəflərin nisbətini yaza bilərəm. 18 bölünsün 12 bərabərdir. 15 çıxılsın A-nı bölməliyəm A-ya. Burada 18-dən 12 6 ixtisar gedir. Qalır 3 bölünsün 2 bərabərdir. 15 çıxılsın A. Aşağıda da tənasübdən istifadə eləsəm 3A bərabərdir. Bunlara da 2-ni də bunlara vursam 30 çıxılsın 2A olur. Buradan 5A bərabərdir 30-a. A da bərabərdir 6-ya. Deməli, buranı 6 tapdım. Məndən də soruşur BS-ni. BS-ni yazıram. M-in bərabərdir 6. BS də bərabərdir 15 çıxılsın 6. 15-dən də 6 çıxanda eləyər 9. Deməli, burada da doğru cavab olur 9. Növbəti məsələ. Deməli, burada trapesiya verir bizə. Trapesiyada diaqonalı çəkib AC diaqonalı. Trapesiyanın oturacaqları bir-birinə paraleldir. AC isə onları kəsən düz xət olduğuna görə, onda baxın, bu bucaq bu bucağa bərabərdir. Niyə? Çünki çarpaz bucaqlardır. İndi bu üç bucaqla bu üç bucaqda bərabər. Deməli, bucaqları eyni yerdə yazmaqla üç bucaqların oxşarlığını yazım. Deməli, bu üç bucaqda B bucağı, bu bir üç bucaqda C bucağına bərabərdir. Burada üç bucaq qoyuram C. Sonra bunun birincinin C bucağı isə ikincinin A bucağına bərabərdir. Bura C yazıram, ikinciyə də A yazıram. Sonra onda üçüncü bucağı qalır bunun A. Bunun da üçüncü bucağı burada A, B, C, burada da D'dir. D. Deməli, bu üç bucaqlar bir-birinə oxşardır. Üç bucaqların oxşarlığını yazandan sonra artıq şəklə baxmağa ehtiyac yoxdur. Baxın. Burada BC-nin, yəni birinci və ikinci təpə nöqtələrinin, burada da birinci və ikinci təpə nöqtələrinin nisbəti CA bərabər olmalıdır. BC-nin CA-ya. Sonra CA-nın da bax, ikinci, üçüncü yerdə duranlar, burada da ikinci yerdə, üçüncü yerdə duranlar olur. AD-yə olan nisbətinə bərabərdir. İndi verilənləri yerinə qoyaq. BC-ni verdi bizə 9. 9 bölünsün. Elə AC-ni bizdən soruşur. AC bərabərdir. CA da ilə AC-dir. AD-nin də qiyməti verdi bizə 25. Buradan AC-ni AC-yə vuranda AC-nin kvadratı bərabər olar 25-ə. Onda AC 25 vur 9-a. AC özü də bərabərdir. Kök altında 25 vurulsun 9. Yəni AC də bərabərdir. 25-dən kök çıxır 5. 9-dan da kök çıxır 3. 3-ü də 5-ə vuranda eləyir 15. Deməli, bizdən də AC tərəfini soruşur. 15-ə bərabərdir. Növbəti məsələmiz 5. 5 nömrəli məsələdə deməli, burada düzbucaqlı üçbucaq verildi və burada bir dənə də belə pündürlük çəkildisə, burada da düzbucaqlı üçbucaq verildi. İndi bu beləcə düzbucaqlı üçbucaqla böyük düzbucaqlı üçbucaq arasında əlaqə yaratmağa çalışaq. Burada yazaq nömrə 5. İndi baxaq. Bax, balacanın, böyüyün, birinci balacanı yazaq, böyük balacadan başlayaq. Burada üçbucaq işarəsi çəkirəm, burada üçbucaq işarəsi çəkirəm, düz bucaqdan başlayayım. Bax, balacanın N bucağı düz bucaqdır. Böyüyün C bucağı düz bucaqdır. Birinci deməli düz bucaqlar yazdım. Sonra bu A bucağı ikisində də ortaqdır. Yəni böyüyün A bucağı balacanın A bucağına bərabərdir. Onda ikinci yerdə hər ikisinə A yazıram. Bu balacada N ilə A yazmışamsa M qaldı. Böyükdə də C ilə A-nı yazmışamsa burada yəqin ki B-dir. B qaldı. Bu üç bucaqlar bir-birinə oxşardır. Oxşardırsa, indi buradakı verilən tərəflərə baxıram. Deməli, AN ilə AC-ni verdi bizə. AN NA-dır. Yəni
A'nın yani birinci yerde, ikinci yerde duranlar burada dolası AC. AS'ye olan nisbəti bərabərdir. M'nin yani N'in birinci ilə axırıncı. Burada da birinci ilə axırıncıdırsa SB'ye olan nisbətinə bərabərdir. İndi yenə bayaqki məsələ kimi bunların yerinə 1K, 3K yazacağım. O heç. M'ni mən götürsəm, məsəl üçün A'dan ölçüsünü A götürsəm, onda buradan BS'ni taparam ki 10 üstəgəl A'dır. İndi bu dediklərimizi yerinə qoyaq. NA yəni AN'i verdi bizə 1K. AS'ni verdi 3K. Ondan sonra buradan K'lar ixtisar cihazdır. M'ni işarə elədim A'nın. BS'nin yani SB'nin yerine de 10 üstəgəl A yazıram. 10 üstəgəl A. Burada K'ları ixtisar eləyirəm. 10 üstəgəl A'nı 1'ə vuranda eləyir 10 üstəgəl A bərabərdir. Bunların da ikisini bir-birinə vuranda eləyir 3A. 2A bərabərdir 10'a. A da bərabərdir 5'ə. Tənliyi həll eləməklə A'nı 5 tapırım. Deməli, A'nı da M'en götürmüşdüm. Mən M'ni 5 tapdım. BS'ni de 10 üstəgəl A götürmüşdüm. Burada yazaq M'in bərabərdir 5. BS de bərabərdir 10 üstəgəl 5. Belədir 15. Deməli, BS tərəfinin uzunluğu 15'ə bərabərdir. 6 nömrəli tapşırıq. Üçbucağın oxşarlıq əmsalı 10 bölü 3'dür. Deməli, böyük üçbucağın 10K'dır. Kiçik üçbucağın 3K'dır. Kiçik üçbucağın perimetri 12'dirsə böyüyü tapın. Deməli, 10 bölünsün 3'ü bərabərdir. Yazıram P böyük bölünsün P kiçikdir 12'dir. İndi bunları bir-birinə vursam, buradan P böyüyü tapsam, P böyük, yəni böyük üçbucağın perimetri bərabərdir. 10 vurulsun 12 bölünsün 3. 3 ilə 12 ixtisar gedir K4. Onu da 4'ə vuranda 40 eləyir. Deməli, böyük bucağın da perimetri 40'a bərabər imiş. 7-ci tapşırıq. 7. Deməli, ABC'də BM'i verdi bizə 15. 15. MC'ni verdi 20. ABC bu da D'dir. Sonra BD'ni verdi 20. BD'ni bütöv verdi 20. Buraya yazaq BD bərabərdir 20. Bizden ND'ni soruşur. ND bərabərdir X olsun. ND X ise ve BD de 20 ise BD 24. 24. Bu X'ti bu da 24. Onda buradan ben BN'i tapabilirim. BN bərabərdir 24 çıxılsın X'e. İndi bax bu üç bucaqla bu üç bucaq oxşardır. Nəyə görə? Çünki M bucaqları qarşılıqlı bucaqlardır. Bu B bucağı ilə də D bucağı çarpaz olduğuna görə bərabərdir. Eyni ilə burada buna çarpaz olduğuna görə bərabərdir. Deməli bu üç bucaqlar oxşardır. Oxşarlığa əsasən yazıram 15'in, yəni üç bucağın oturacağının bu biri AD'yə olan nisbəti AD'nin də 15-20 verdisə paralelogramda qarşı tərəflər bir-birinə bərabərdir. Deməli burada 35'dir. 35'e nisbəti bərabərdir. BN'i göstərmişəm 24 çıxılsın X ilə. ND'ye olan nisbəti bunu da X ilə. Bu da bərabərdir yazıb bunları ixtisar eləyirəm. İxtisar eləyəndə 5'ə 3 qalır, 7 qalır. İndi bunları bir-birinə vurmalıyım. Deməli 3'ü X'ə vururam olur 3X. Bərabərdir. 24'ü 7'yə vururam. 140, 28, 168 çıxılsın 7x eləyir. 7x'i 3x'in yanına gətirsəm 10x bərabərdir 168'ə. X də bərabərdir 16,8'ə. İndi burada 16,8 cavabını götürəndə arkadaş cavabından düz gəlmir. Burada belə yazıram mən. Siz də hansı qəbul edirsiniz onu eləyin. Deməli ND bərabərdir X'e, o da bərabərdir 16,8'e. Sonra BN'i götürsəm, BN bərabərdir 24 çıxılsın 16,8. O da bərabərdir 24'dən 16 çıxanda qalır 8. 8'dən də 0,8 çıxanda qalır 7,2. Bir də baxım.
13 eləyir. Bu da 1, 14, 17,2. Hemen bakacağım. Yok 7,3 yazmış. 7,2. Çünkü 7 ile 16'nın toplayanda 23 eləyir. Bu 0,8'den de 0,2'yi 1 eləyir. İkisi 1 de 24 eləyir. B'ye de 7,2'dir. Yani burada cevabı aslında dediği ND'di. ND'ni de X tapmışam ama cevap arkada D yok. D değil. Sonra keçdim 8-ci tapşırığa. 8-ci tapşırıqda işləməkdən ötürü deməli burada ən zəhləm gedən sözü deyirəm, səhv düşəcək. Belə ki, bura bütöv bucaq götürülməli idi belə. Bütöv. Bütöv götürüb məsələni işləyirəm. Deməli, bu balaca üç bucağa baxıram, bir də bu böyük üç bucağa baxıram. Birinci balacanı yazım. Deməli yazıram üç bucaq, bu tərəfdə də böyük yazacağım. Balacanın deməli bu iki dənə xətt qoyulmuş bucağı həm balacaya aiddir, həm də böyük bucağa aiddir. Ona görə də elə bu başdan A'ları yazıram ikisində də. Yəni bunlar bir-birinə bərabərdir. Balacanın D bucağı böyüyün B bucağına bərabərdir. Burada deməli A ilə D-ni yazdımsa qaldı balaca üç bucağı B bucağı. Burada da A ilə B-ni yazmışamsa böyük bucağında C bucağı qaldı. Deməli bu üç bucaqlar oxşardır. İndi oxşarlığa əsasən yazıram. Nəyi? Bax birinci ilə axırıncıyı yazıram. AB'nin burada da birinci ilə axırıncı AS'ye olan nisbəti bərabərdir. Sonra balacada BD tərəfini verdi. Burada da BD tərəfini yazıramsa BD yəni ikinci ilə üçüncü. Burada da ikinci ilə üçüncü. BS'ye olan nisbətinə verilənləri yerinə yazaq. AB'ni verdi bizə 12. AS'ni verdi. Tekrar AB. Ha bunu da X götürün. Bir dakika bunu X götürün benim. Dakika. AB'nin AB bak bu bir tanesinin qabağında duran bucaqdır. AB. Qoy hələ ki yazaq. AS'ye nisbəti bərabərdir. BD'ni verdi bizə 2x çıxılsın 1 bölünsün. BS'ni də verdi 18. Burada belə yazaq. Deməli AD verilsə də bizə, AD verilsə də. Amma AB'ni verməyibdi bizə. Burada bunlar, bunu belə yazsam, bir dənə təzə yazım bunu. Deməli, bu bucaqların oxşarlığını bir dəfə də yazım. Deməli yazıram belə. AD'nin bak AD var burada. AD bu üçüncü bucağın qarşısında duran tərəfdir. Onda yazıram AB'ye nisbəti. Bax burada da var AD'nin AB'ye nisbəti. Bərabərdir. BD'ni verdi bizə. BD'ni bilən BD'nin BS'ye olan nisbətini. Verilən tərəflərlə yazmaq lazım. AD'nin yerinə yazıram x plus 1. AB'nin yerinə yazıram 12. Bərabərdir. BD'nin yerinə yazıram 2 kez çıxılsın 1. BS'nin də yerinə yazıram 18. İndi oldu. İndi 18'i bunlara vuracağım. Bunlar da bunlara. Deməli. 18x plus 1'e vuran eləyir. 18x üstəgəl 18 bərabərdir. 2x'i də 12'ye vuram eləyir. 24 x çıxılsın 12. Mənfi 12'yi gətirirəm bu tərəfə olur. 18 üstəgəl 12 bərabərdir. 24x çıxılsın 18x. Burada eləyir 30 bərabərdir 6x'e. X də bərabərdir 5'e. Elə bizə də deyir ki, buna görə x'i tapın. Deməli, x'in də cavabı oldu 5. Növbəti məsələmiz 9. ABC üçbucağında AB tərəfi üzərində götürülmüş M nöqtəsi. İndi burada şəkil verməyib, əslində biz şəkli çəkim.
Sonra meseləni həll etməyə başlayaq. Deməli, bir dənə ABC üçbucağı çəkirəm. İxtiyari bir dənə üçbucaqdır. AB tərəfini oturacaq götürürəm. C təpəsini də burada. AB tərəf üzərində bir dənə M nöqtəsi götürürəm. Məsəl üçün, burada bir dənə M nöqtəsi. Götürülmüş M nöqtəsindən AC tərəfinə MN paraleli çəkilmişdir. Bax, AC-yə paralel çəkməliyəm burada. Buradan MN paraleli çəkilmişdir deyib. Bu bizim şəkil. İndi BC 44'dür. Bax, buradan B-dən C-yə qədər olan məsafənin bütöv verti 44. AM böl MB. AM bölünsün MB. Biri 5K'dır deyib. Biri də 6K. Olarsa deyib BN-i tapın. BN-i, bax buranı. BN-i götürürəm A. BN A'dırsa, onda CN-ə də bütöv 44'dür deyə burada qalır 44, çıxılsın A. İndi paralel düz xətlərinin çəkildiyinə görə tərəflərin nisbətləri bir-birinə, hissələrin nisbəti bir-birinə bərabərdir. Yəni A-nın 44 çıxılsın A-ya olan nisbəti neçədirsə, 6K-nın da K-sı yazmıram, 5-ə olan nisbəti ona bərabərdir. Bunları bir-birinə vurub işləsəm 5A bərabərdir. 44 vur 6 çıxılsın 6A. 6A'nı da 5A'nın yanına gətirəndə olur 11A bərabərdir. 44 vurulsun 6. A da bərabərdir. 44 vurulsun 6'nı 11'e bölürəm. 4'dən 11, 44'dən 11 ixtisarcıyı 4. 4'ü də 6'ya vuranda A eləyir 24. Bizdən də elə BM-i soruşurdu. BM də bərabərdir 24'ə. 9-cu tapşırıq idi bu. İndi baxaq, bir dənə qaldı burada. 10-cu tapşırığımız. 10-cu tapşırıq üçün deməli hər bir variant üçün ayrı-ayrı şəkilləri çəkin, başlayayım işləməyə. Deməli, birincidə baxıram nəyə? Birincidə yenə eyni şəkilli çəkirəm. ABC üçbucağı verilir. Buradan da ML xətti çəkilmişdir. Birincidə nə deyir? Deyir ki, BM 9'dur. BM bir dəqiqə burada M N'dirsə, mən adlarını səhv yazmışım. Burada B'dir. Burada burası C'dir. Görsənmirdi orada. C'dir. Burada N'dir. Aha. İndi BM verti 9. Buranın verti 9. Bize deyir bu üçbucağın perimetri 12'dir. Üçbucaq P üçbucaq M B N bərabərdir 12'ye. P üçbucaq ABC bərabərdir 16'ya. Buranın da verti bizə 9. İndi mən bu, deməli, yalnız bu tərəf varsa buranı da A götürürəm. İndi biz bilirik ki, xətti ölçülərin nisbəti hamısı bir-birinə bərabərdir. Balaca üçbucaqda 9 tərəfinin böyük üçbucaqda 9 üstəgəl A-ya olan nisbəti balaca üçbucağın perimetrinin böyük üçbucağın perimetrinə olan nisbətinə bərabərdir. Burada da bunlar 4 ixtisar edir, qalır 4'də 3. İndi tənasüb üçün bir-birinə vursam, deməli, bunu vurum birinci. 9'u 3'ə vururam, eləyir 27. Üstəgəl A-nı 3'ə vururam, 3A bərabərdir. 9 dəfə də 4'ün 36. Buradan alıram ki, 3A bərabərdir 36'dan 27 çıxanda 9. A da bərabərdir 3. Deməli, mən bu MA-nı tapdım 3. İndi başlamalıyım burada uyğunluq yaratmağa. Belə ki, uyğunluğa baxıram ki, MA 3'dürsə, bax, MA 3'dür, MB də 9'dur. Burada bir dənə B variantı yoxlayaq. Deməli, MA, yəni A-imdə bölünsün MB bərabərdir. MA-nı tapmışam 3. MB-ni də vermişdi bizə 9. 3'dən də 9 ixtisar edir, qalır 3'də 1. Deməli, 1-də B variantı uyğun gəldi. B. 1'ə B. Sonra bu, bir dənə də burada verdi bizə AB ilə 12. Bax, AB 3 üstəgəl 9'dur. AB bərabərdir 3 üstəgəl 9. O da bərabərdir 12. Deməli, AB isə 12 olanda olur D variantı. Deməli, 1'ə həm B, həm də D uyğun gəldi. İndi eyni tapşırığın ikincisinə baxaq. İkincisi.
Yine üçbucağı çəkirəm burada. N'di bu. Bu da n'di. AC oturacaqdı. B də təpə nöqtəsi. İndi verilənləri yazaq. BC-ni verdi 15. Deməli, BC-ni bütöv verdi 15. Balac üçbucağın perimetri 18'dir. Yazıram ki, P kiçik bərabərdir 18. P böyük yox, həm də bütöv də yaza bilərəm. B bütöv də bərabərdir 45. İndi buranın bütöv 15 verib, hissi isə bölü bilmirəm. Ona görə də bunu götürürəm A. Onda bu yerdə qalan da olar 15 çıxılsın A. Ki ikisi bir yerdə 15 eləsin. İndi balaca üçbucağın A tərəfinin böyük üçbucağın 15'e olan nisbəti bərabərdir kiçik üçbucağın perimetrinin böyük üçbucağın perimetrinin olan nisbətinə. Bunları da 3'e ixtisar eləsəm, qalar 15'də 6. 15'də A 15'də 6'ya bərabərsə, deməli buradan A bərabərdir 6 tapıram. Yəni BN. BN bərabərdir 6. Bax. BN bərabərdir 6 olur. Y variantında. Deməli 2'ye Y variantı uyğun gəlir. Sonra baxım görüm ayrı nə var. Bu BM, bu deyəndə bunu yoxlayaq. BN. Bax bu BN. Bölünsün NC. Bərabərdir. BN'i A'dır 6 tapmışam. 6 bölünsün. NC'ni də 15'dən 6 çıxanda qalır 9. Bunlar da ixtisar gedir, qalır 2 bölünsün 3. Ama burada 3 bölünsün 2 verib. Ya ola bilsin səhv düşüb, ya da ki, həqiqətən də bu cavabı deyil. Deməli, bax, burada gördüyümüz kimi BN A'da 6 tapmışam. 15'dən də 6 çıxanda 9 eləyib. Bunlar da ixtisar gedir, qalır 2-də 3. Deməli, hələ ki, bu görünən variantlardan yalnız Y variantı ikinci hissəyə uyğun gəldi. İndi qaldı burada üçüncü hissəmiz bizim. Üçüncü hissədə deyəsən, vəbşi uyğun gələn yoxdur. Yəni cavablar uyğunlaşmır. Bir dənə də yoxlayaq ehtiyatla. Burada şəkli çəkim, sonra qaldıraram. A, C, təpədə də B var. Burada da bir dənə paralel xətt çəkilmişdir. Bu da M, bu da N. İndi verilənləri yazaq. Üçüncüdə. AC-ni verdi 16. Mən deyirəm ki, bu AC 16 yox, 18 olmalı. 18'den işləyirəm. AC-yə yazıram 18. Sonra balaca üçbucağın perimetri P kiçik bərabərdir 24. P böyük bərabərdir 36. Bu MN'i də götürürəm məsəl üçün aynı. İndi balaca üçbucağın A tərəfinin böyük üçbucağın 18 tərəfinə olan nisbəti bərabərdir. Kiçiyin perimetri 24'ün böyüyün perimetrin olan nisbətinə. Bunları da 2'ye ixtisar eləyirəm. Qalır 12. 2'ye böləndə. Burada da 2'ye böləndə eləyir 18. Əslində 12'ye də bölünür. 18 2'ye niyə böldüm? Məxrəcləri eyni olsun. Deməli, buradan da A bərabərdir 12 tapıram. A'nın 12 olmağı MN'in 12'ye bərabər olduğunu göstərir. MN'in 12'ye bərabər olduğu da C variantında uyğun gəlir. C. Sonra baxıram nəyə? Burada bir dənə bu verdi. Həsən bu yan tərəflərlə heç bir əlaqəsi yoxdur. Deməli, 3'ə də yalnız C variantı uyğun gəldi. Hələlik bu qədər. Sağ olun. Növbəti mövzularda görüşərik inşallah.